Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayon ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Məktəbimizin şagirdləri artıq şəhidin büstü önündə fəxri Qaravova dayanıblar. Bugünkü tədbirimizdə İmişli rayon İcra Hakimiyyəti Başçısının Ölcələr kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət müəllim iştirak edir. O həmçinin 1-ci Qarabağ müharibəsi iştirakçısı İmişli rayon üzrə yeganə milli qəhrəman İmamverdi Əliyevin qardaşıdır. Buyurun Əbülfət müəllim, ürək sözlərinizi bizimlə bölüşün. Hörmətli qazilər, hörmətli müəllimlər, hörmətli qonaqlar, hər birinizə salamlayıram. Mükəmməlin sizə şəxsən təşəkkür edirəm. Bu böyük. Mən elə bilirəm ki, rayonda birinci dəfədir ki, belə tədbir keçirilir. 44 günlük şanlı zəfər adlı verilişimiz, yəni görüşümüz, zəfər çalan əskərlərimizlə görüşümüzdür. Bunlar bundan da artıqa layiqdirlər, sözün həqiqi mənasında. Ürəyimiz, hər bir Azərbaycanın ürəyini açan, onu ucaldan bu əskərlərimiz olub, bu qazilər olub, vətən yolunda canından qanından keçən şəhidlərimiz olub. Allah onlara rəhmət eləsin, bu balalarımızın canı sağ olsun, ölkə başçımız, prezidentimiz, ali baş komandamızın canı sağ olsun. Müzəffər əskərlərimiz qarşısında, şəhidlərimizin qarşısında necə baş əyirəm, sizin də qarşısında baş əyirəm. Çünki ola bilərdi ki, bu günləri siz də şəhid ola bilərdi. Allahın qisməti sizə bunu belə verdi, belə qismət verdi. Çox sağ olun, mənim çox danışmağım elə bir aram yoxdur. Ancaq belə məclis, bu belə bir tədbirdir ki, burada ürək sözümü dedim. Təşəkkür edirəm, hər bizə təşəkkür edirəm. Siz sağ olun. Siz sağ olun. Sağ olun. Bugünkü tarixində öz özəlliyi var. 8 may 1992-ci il tarixində Şuşa şəhəri erməni vandalları tərəfindən işğal olunmuşdur. Tədbirimizin məhz bu tarixdə baş tutması təsadüfi deyil. Dövlətimiz, ordumuz 44 günlük əks-hücum əməliyyatını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin döyüşlərlə azad edilməsi oldu. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Yenilmez ordu Azərbaycan ordusudur. Döyüş meydanında göstərir, tək başına düşməni torpaqlardan qovur. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycan.
Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalq mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Qürur duyuruq ki, bu tarix zəfərdə kəndimizin igid oğullarının da payı vardır. Şanlı Azərbaycan bayrağı işğaldan azad edilmiş ərazilərimizdə yenidən dalğalandı. Hörmətli tədbir iştirakçıları, gəlin məktəbimizin 6-cı sinif şagirdi Alışov Seymurun ifasında bayrağım şeirinə qulaq asaq. Şanlı ulduzlu, şanlı bayrağım, gölgəsi qovuşdu vətəndaşına. Artıq anlamağın səbəbi sevinç, xoşbəxtlik qarışdı gözün yaşına. Tutub Füzulidən zəfər bayrağım, muğamın ocağı şərəf edər. Sancıb bezəyərək vətən torpağım, saldı xalq uğrunda şərəfli zəfər. Vətən nə alınır, nə də satılar. Biz bizim alanı almışıq yeri, ordunun savaşı, haqqın zəfəri, qələbən mübarək, yurdun əskəri. Azərbaycan əskərinin şücaəti sayəsində 27 illik həsrətə son qoyuldu. Tarixi ədalət bərpa olundu. İşğal və təcavüzə əsasən status quo dəyişdirildi. Ölkə başçısı İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş Qarabağ Azərbaycandır şüarı öz təsdiqini tapmış oldu. Gəlin məktəbimizin kiçik yaşlı şagirdlərinin təqdimatında Mən Əskərəm adlı səhnəsini izləyək. Ay uşaqlar! Ay uşaqlar! Burada neydirsiniz? Görmürsünüz müharibə gedir? Qaçın, gedin buradan! Biz əskəri! Mən əskərəm, qorxduğum tək Allah. Mən əskərəm, zamanda uçuram adam kimi! Mən əskərəm, ac qalaqam, yatmaqam, yenə sana. Mən əskərəm, vətən mənə, mən vətənə gərəyəm! Mən əskərəm, gözümü qırmadan qan tökərəm! Mən əskərəm, durduğum torpaqlar mənimdir! Mən əskərəm, dostu düşməndən seçərəm! Mən əskərəm, torpağım üçün darxan. Soyqəlli, əldə silov! Mən əskərəm, puskudadır mənfur düşmən! Mən əskərəm, Qarabağlı cavan bayraq naminə! Mən əskərəm, canım vətən yolunda! Mən əskərəm, şəhidlərin mərdliyi naminə! Mən əskərəm, dar gündə vətən üçün lazımam. Mən əskərəm, anamdan vətənə bir paya! Biz əskərik! Qarabağ Azərbaycandır! 6-cı sinif şagirdləri Əliyeva Gülyaz və Ərzova İlahiyə verilir. Onların ifasında Qarabağ adlı şeirə qulaq asaq. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpağa yeni can verir. İllərlə yaralıydı Qarabağ. Şəhidlər, qazilər ona qan verir. Tarix unutmayıb qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Dalğalanır Qarabağda. Bugün zəfər bayrağımız heç vaxt yerdə qalmayacaq. Axıdılan qanlarımız düşmənlərdən təmizləndi. Dədə, baba torpağımız canlarını fəda edən şəhidlərimiz.
qızıl hərflərlə yazıldı. Bu il bizim şanlı qələbəmiz oldu. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu tarixi qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Bugünkü tədbirimizdə İmişli rayon təhsil şöbəsinin rəhbərliyindən Vahid müəllim iştirak edir. Gəlin sözü ona verək. Dəyərli toplantı iştirakçıları, mən də hamınızı salamlayıram və bugün burada olmaqdan çox məmnun, ruh hissi, qürur hissi keçirəm ki, nə yaxşı ki, bu tədbirinizə qatıldım. Çox məzmunlu, çox dəyərli bir tədbirdir. Böyük tarixi bir qələbədən sonra şagirdlər, müəllimlər, valideynlər və təbii ki, bu qələbənin əsas səbəbkarı olan bizim hərbiçilərimiz, qazilərimiz və ayrı-ayrı qurumların nümayəndələri hamısı toplaşıb bura çox böyük məhəbbət və sevgi ilə qələbə sevincini bölürlər. Və biz illərlə həmişə bayaq Bikə müəllimin dediyi kimi buna arzu edirdik ki, elə bir tarixi gün gəlsin ki, biz söhbətlərimizdə, mövzularımızda, dərslərimizdə, ayrı-ayrı tədbirlərimizdə qələbə sevincindən danışa bilək. Bax, bu həmin tarixi gündür. Yəni, bunun həm də əhəmiyyəti ondan ibarətdir ki, yetişən yeni gənc nəsil Azərbaycan vətəndaşları, bizim bu evlatlarımız, şagirdlər artıq bu qələbə sevinci ruhu altında böyüyürlər. Bunlar gələcəkdə bütün fəaliyyətlərində bir Azərbaycanlı olmağı ilə qürur hissini daha yüksək səviyyədə keçirəcəklər. Mən Bikə müəllim başda olmaqla məktəbin pedaqoji kollektivinə dərin təşəkkürümü bildirirəm. Belə əlbəttə ilk anda toplaşmışıq, tədbirdir, diqqətimiz çəkir ayrı-ayrı mövzulara, ancaq bu kifayət qədər zəhmət tələb edir. Və bildirim ki, son illərdə Qaralar Kənd Tam Orta Məktəbinin pedaqoji kollektivi artıq ciddi şəkildə rayonun ən yaxşı kollektivlərindən birinə çevrilir. Və bu istedadlı müəllimlərin, öz işini sevən, yüksək səviyyədə peşəkarlıqla çalışmaq əzmində olan müəllimlərin və onlara rəhbərlik edən məktəb direktorunun birgə fəaliyyətinin nəticəsidir. Mən tam əminliklə deyirəm ki, ən yaxın illərdə Qaralar məktəbi rayonumuzun ən birinci məktəblərindən biri olub və respublika səviyyəsində fərqlənəcəkdir. Mən qayıdıram bir neçə başqalarının vaxtını almamaq şərti ilə bir-iki kəlmə bu tarixi günümüz haqqında deməyə. Yəni bu qələbə neçə əsrlərdən bəri Azərbaycanlıların zaman-zaman gözlədiyi və çox insanların bu həsrətdən deyək ki, hətta dünyasını dəyişdiyi çox tarixi bir qələbədir. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının prezidentinin ardıcıl, məqsədyönlü, xarici və daxili siyasətinin nəticəsi oldu. Və Ulu Öndərimizin qoyduğu, Ulu Öndər məktəbinin o siyasəti prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Balanslaşdırılmış xarici siyasət aparıldı. Və bu balanslaşdırılmış xarici siyasətdə Azərbaycanın milli maraqları və mənafeyi həmişə önündə dayandı. Azərbaycan öz hərbi gücünü, hərbi qüdrətini və dünyanın ən yüksək o standartlarına uyğun olaraq qurmağa başladı. Və təsadüfi deyil ki, əgər bizim mənfur düşmanımız, əks tərəflər ən xırda deyək ki, hərbi sürsatları xaricdən gözləyirdisə, müharibə dövründə Azərbaycan o səviyyəyə, o zirvəyə gəlib çatdı ki, bizim hərbi zavodlarda istehsal olunan deyək ki, hərbi sürsatlar birbaşa döyüş cəbhəsinə yola salındı. Və Azərbaycan xalqının ümumi birliyi, prezidentin apardığı məqsədyönlü xarici siyasət,
elə həddə gəlib çatdı ki, müharibə dövründə bir çox dövlətlər bir tərəf qaldı, bizim tərəfimizə keçdi. Bir hissəsi isə, çox az bir hissəsi isə səsini çıxartmadan, bəlkə də əleyhimizə düşünərək sadəcə olaraq öz hisslərini gizli saxladılar. Bu, Azərbaycanın qüdrəti və nüfuzu sayəsində. Və təbii ki, şanlı qələbəmizin əsas səbəbkarı bugün bu məclisimizdə iştirak edən canlı qəhrəmanlardır. Və bizim şagirdlərimizə, bizim nəslimizə, bizim cəmiyyətimizə nümunə olan insanlardır. Biz kitablardan oxuyurduq şanlı əskərlərimizin qəhrəmanlıqları haqqında. İndi bizim qardaşımızdır, əmimizdir, atamızdır ki, kimlər üçünsə, evladımızdır və s. Onlar bizim içimizdədirlər və onlarla qürur duyuruq və onlar bir ömür boyu bizim həmişə şərəf yerimizdir, qürur yerimizdir. Biz nə qədər ki, müharibədə qalib gəlməmişdik, nə qədər ki, torpaqlarımızı itirmişdik, bir ağır yara, dərd var idi içimizdə. Hamımız inanımızı itirməsək də sadəcə olaraq mənəvi cəhətdən çox sarsıntılar keçirirdik. Və bir deyək ki, ana-bacılarımızın üzünə baxmağa belə daxilən bir mənəvi cəhətdən sıxıntılarımız vardı. Cəsarətimiz çatmırdı ki, o hadisələr, o faciələr və bəzən dilimizə gətirməsək də belə, bəzi məqamlarda mən kişilərin adından deyirəm, belə bir daxilində bir sıxıntı, bir mənəvi deyək ki, ağrı yaşayırdı. Çox şükür ki, bugün hər birimiz qürur hissi keçiririk. Bu qüruru sizin sayənizdə keçiririk. Mən bir daha bu gözəl tədbir münasibəti ilə hamınızı təbrik edirəm. İştirakçıların baxışlarında, gözlərində o sevinç, bəlkə də dünyada bilmirəm, bundan böyük bir sevinç varmı? Biz doğrudan da dünyaya yenidən bir günəş kimi doğulduq. Biz dünyada Azərbaycanlı olaraq özümüzü təsdiq etdik və bu ən böyük qürurdur. Bütün bu şanlı qələbələrə, bu tədbirlərə, bu sevinclərə görə hamınızı təbrik edirəm və bir daha Fikar xanım, minnətdarlığımı bildirirəm ki, belə bir tədbirin sizin məktəbimizdə çox uğurla davam edir, alınmışdır. Bir dəfə hamıya təşəkkür edirəm. Sağ olun. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Vətən müharibəsində silahlı qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların içərisində 48 nəfəri məhz İmişli rayon sakinləridir. Torpaq uğrunda ölən varsa vətəndir. Onlar vətən uğrunda canlarından keçsələr də xalqımızın qəlbində əbədi yaşayacaqlar.